ilk dəfə idi ki, mənim videom 24 saat ərzində 135.000 izlənmə gəldi. Başa düşürəm ki, efirlərim həqiqətən də transformativdir, faydalıdır, həyatınızı dəyişir, düşüncənizi dəyişir, duyğularınızı dəyişir, həyata baxışınızı dəyişir və bu da avtomatik sizin həyatınızı dəyişir. Biz ki bir işi başlayırıq görməyə və ora sevgimizi, qəlbimizi veririk və orada həqiqətən işləyəndə mümkün deyil ki, nəticə olmasın, mümkün deyil ki, gözəl uğurlar olmasın. Ona görə kim yeni başlayırsa öz işinə, biznesinə, yeni nələrsə eləməyə başlayırsa, onu demək istəyirəm ki, biraz səbirli olun. Bəzən məndə də olub o dövrlər ki, bir dənə iş görmüşəm, tutaq hazırlaşıb və gözləmişəm ki, bu işdən sonra mən uğurlar göydən gəlməlidir, xoşbəxtlik, bəxtəvərlik hər yerdən gəlməlidir. Ancaq müşahidələrim odur, işlədiyim insanlarda da onu görürəm ki, biz hər gün davamlı, disiplinli işlədikcə mütləq arzuladığımız, istədiyimiz nəticələrə, hətta gözlədiyimizdən də yaxşı nəticələr mütləq gəlir əzizlərim. Ona görə kim yeni başlayıbsa, öz üzərində işləyirsə, əmək qoyursa, indi istədiyiniz nəticələr yoxdursa da, elə bir düşünməyin ki, olmayacaq, mütləq olacaq. Biraz səbirli olsaz, davam eləsəz, mütləq olacaq. Salam, mən xanımam, mən onun sevgisini yox, özümə ondan maşın istəyirəm. Yunus, əzizim mənim, ondan maşın istəyirsinizsə, baxın, bu deməkdir ki, mən onun sevgisini istəmirəm, ondan maşın istəyirəm. Bu deməkdir, siz uşaq pozisiyasındasınız. Yəni ki, mənə ancaq pul, maşın ver. Və kişi sizə iki halda maşın verə bilər. Birinci halda uşaq pozisiyasında olsa sizə maşın verəcək, sonra sizə yaxşı bədəl ödədəcək. Və siz də bu bədəldə çox inciyəcəksiniz, ağrılar, əzablar çəkəcəksiniz, çünki sizi əzəcək. Çünki siz öz dəyərinizi bilmədiniz. Siz deyirsiniz ki, mənə maşın al, sən nə istəsən mən onu eləyərəm. O kişinin də istəkləri heç də sizin xoşunuza gəlməyəcək. İkinci halda isə sizə o vaxt maşın alırlar ki, siz kişiyə o maşının pulunu qazanmaqda dəstək olursunuz. Təkrar edirəm. Siz kişinin pulunu qazanmaqda kişiyə dəstək olursunuz. Əgər kişi o pulu qazandığı üçün sizə təşəkkür eləyirsə və sizin sayənizdə o pulu qazandığına inanırsa, o sizə nəinki maşın, sizin istədiyiniz hər şeyi alacaq. Amma kişi düşünürsə ki, mən işləyim, nəyə görə bu qadına maşın alım? Kimdir ki, bu qadınla ona maşın alım? Gözəldir, doludur gözəl qızlar. İntim verəcək, bu dəqiqə ən ucuz şey odur da bilirsiniz. Çıxırsınız, özünüz də görürsünüz də ki, qızlar bəzən özlərini nə qədər dəyərsiz eləyirlər. Nədir də, nəyə görə sizə alsın? Nəyə görə? Niyə sizi seçsin? Niyə sizə maşın almaq istəsin? Heç bir kişi yatıb səhər yuxusunda demir ki, mən səhər duracağım, bir qız tapacağım və ona gedib maşın hədiyyə eləyəcəm. Heç kim onu demir. İstəməsi üçün siz öz dəyərinizi bilməlisiniz, əzizlərim mənim. Özünüzü tanımalısınız. Öz gücünüzü bilməlisiniz. Qadın kimi öz gücünüzü bilməlisiniz. Sonra kişini yaxşı tanımalısınız. Onun bütün xasiyyətini bilməlisiniz. Bütün ağrılarını bilməlisiniz. Onun bütün ehtiyaclarını, tələbatlarını bilməlisiniz. Və ən doğru, ən rahat şəkildə onu ödəməlisiniz. Bunu eləyə bilməyiniz üçün bunu özünüzə eləyə bilməlisiniz. Özünüzün ağrılarını bilməlisiniz. İncikdiyiniz yerləri bilməlisiniz. Özünüzün güclü tərəflərini bilməlisiniz. Özünüzün gələcəyində nələr olacağını qəbul eləməlisiniz. Yəni ki, özünüzə gözəl gələcək düşünüb və icazə verməlisiniz. Özünüzə yaxşı şeyləri layiq bilməlisiniz. Buna layiq olduğunuzu artıq xatırlamalısınız. Yəni siz artıq dəyərlisiniz, artıq layiqsiniz. Bunu xatırlamalısınız. Amma çox qadın belə düşünmür. Çox qadın öz dəyərinin fərqində belə deyil. Öz önəminin fərqində, öz gücünün fərqində deyil. Nə istədiyini bilmir, nə istəmədiyini bilmir. Özü ilə çox sərt danışır. Ona görə də avtomatik bunu qarşı tərəfə də ötürür. Qarşı tərəfə də ötürəndə və qarşı tərəf əgər pul qazananda özünü tək hiss eləyirsə və qadın daim ondan tələb eləyir, narazıdırsa, sonra da gözləyirsə ki, mən gözələm, qəşəngəm, 5 dənə diplomum var, 3 dənə falan şeyim var, hanı mənim maşınım? Onda kişi də deyir ki, xeyr ola, mən sənə bunu almalıyım da, xeyr ola. Amma kişi sizə təşəkkür eləyəndə
ki siz ona o pulu qazanmağa dəstək oldunuz. Dəstək oldunuz, o demək deyil, gedib əl-ələ verib kişi ilə işlədiniz və yaxud da biznes qurdunuz, əsla. Emosional olaraq kişinin tələbatlarını ödədiniz. Onun özgüvənini, özünə inamını, öz gücünü görməyini, elə situasiyalar var ki, çox kritik situasiyalarda doğru davranışı, bütün bunları eləyə biləndə və kişi deyəndə ki, mən sənin sayəndə bu qədər güclüyəm, sənin sayəndə mən bacardım, sən varsan deyə mən bunu elədim, o zaman sizin ayağınızın altına bütün dünyanı sərməyə hazırdır. Öz uşaqlarımıza travma yaşatmamaq üçün nə edək? Travma yaşatmaq nə deməkdir? Uşaqlar özlərini təhlükədə hiss edirlər, yəni zəif, gücsüz hiss edirlər, əzilirlər, dəyərsiz hiss edirlər, önəmsiz hiss edirlər. Bunu uşağınıza yaşatmayın. Bunu yaşatmamaq üçün özünüzə bunu yaşatmayın. Romantik olsun deyə nə edim nişanlıma? Hal-hazırda siz xidmətçi pozisiyasındasınız. Mən neyniyim ki, romantik olsun? Siz kişiyə xidmət eləyirsiniz. Mən onu necə eləyim ki, o romantik olsun? Onun üçün nələr eləyim mən? Xidmətçiyə heç vaxt dəyər vermirlər. Heç vaxt xidmətçi qadını önəmsəmirlər. Xidmətçinin dəyəri ilə xidmətçiyə normalda siz nə qədər önəm verirsinizsə özünüz. Gəldi, işini gördü, yığışdırdı, nə bilim, xidmət elədi sizə, maaşını verdiniz, çıxdı, getdi. Onun sözü önəmlidir sizə? Yox. Onun nə dediyi vacibdir sizə? Vaşı soruşursunuz onu? Yox. Eləcə də əgər siz mən nə edim ki, nişanlım romantik olsun, siz heç nə eləməməlisiniz. Öz dəyərinizi biləndə, kişini eşidəndə, onu yönləndirəndə, onu idarə eləyəndə, o düşünür ki, mən neyniyim ki, sizin üçün romantik olsun. Siz elə bir şeylə davranmalısınız ki, o sizin üçün nəsə eləmək istəsin. Siz onun üçün heç nə eləməməlisiniz. Siz kişilər üçün heç nə eləməməlisiniz ki, romantik olsun. Siz öz dəyərinizi bilib onu idarə eləməlisiniz. Всё. Nələrsə eləyim ki, o romantik olsun, xoşbəxt olsun, rahat olsun, sevinsin, üzü gülsün. Xeyr. Sizin elədiyiniz hər şey özünüzə xidmət eləməlidir. Mən necə eləməliyəm ki, o kişi mənə xidmət eləsin? Doğru yanaşma belədir. Mən onu necə yönləndirməliyəm ki, o mənim hər arzu istəyimi yerinə yetirsin? Doğru yanaşma, dəyərli qadın belə eləyir. Çünki ancaq bu halda həm kişi, həm qadın xoşbəxt olur. Öz dəyər, öz sevgi üçün sevgi möcüzəsi kursuna gəlin. Bəli, Mahirə xanım. Bəli. TikTokda profildə şəklimin altında sılkadan keçirsiniz. Mahirə xanım sizə ətraflı məlumat verir. Orada ancaq bax öyrənirsiniz öz dəyərinizi, özünüzə inamı, özünüzə güvəninizi. Xüsusilə bax bu problemlərin həlli üçün o kursu yaratmışam. Çünki əgər siz öz dəyərinizi bilməsəz, özünüzə güvəniniz olmasa, siz özünüzü idarə edə bilməsəz, siz başlayacaqsınız xidmət eləməkdə. Bayaqki qadın yazdığı kimi, mən neyinim ki, onun xoşuna gəlib. Mən neynəsəm o mənim dediklərimi eləyər. Bax, budur. Necə yanaşmalı? Bunun üçün kişini çox yaxşı tanımalı. Yaxşı tanıma, özünüzü yaxşı tanımalısınız. Özünüzə dəyər verən qadın ancaq belə yanaşır. Özünə dəyər verməyən qadın xidmətə keçir avtomatik. Ananız necə eləyib, nənəniz necə eləyib? Ya uşaq pozisiyasında qalır, ümumiyyətlə heç nə eləmir. Ana ki, çox yorulub, əziyyət çəkib, uşaq da deyir ki, mən xeyir olar ki, başlamalıyam nəsə eləməyə, mən də eləmirəm. Anam elədi, nə oldu? Bu da düzgün yanaşma deyil. Və yaxud da incinirlər, küsürlər, nələrsə eləyirlər, o xidmətçilik eləyirlər, nəticə olmur. Qadın deyir, vahbişi buna heç nə eləməyəcəm, gedirəm öz işimi, gücümü qurum, heç kimə ehtiyacım olmasın, öz pulumu qazanım, xoşbəxt bəxtəvər olum. Onda da olmur. Onda da gözləyir. Deyir ki, bəs mənim dəyərimi nə vaxt biləcəklər? Nə vaxt gəlib deyəcəklər ki, sən nə qədər dəyərlisən? Heç vaxt. Onda kişi rəqib görür onu. Kim kimi əzlidir. Kursda öz dəyərinizlə işləyirsiniz. Sirləri, bu şəkildəki sirləri hər ayın 7-sində qrup terapiya eləyəcəm. Yəni eləmişəm, davamlı eləyəcəm. Orada sizə deyəcəm.
Salam, mənim yoldaşım tənbəldir, bu da mənim günahımdır. Sizin günahınız yoxdur birinci. Kapuçino baxın. Özünüzü günahlandırırsınız əslində. Yaxşı günahlandırırsınız. Tənbəldirsə o deməkdir ki, bütün evin yükünü siz daşırsınız da, xilaskar rolundasınız. Nəsə eləyim ki, mən dəyərli bilsin rolundasınız da, hər şeyi mən daşıyıram rolunda. Ona görə o tənbəldir. Kişinin tənbəlliyindən çıxmağı üçün siz öz dəyərinizi bilmək. 50.000 dəfə deyəcəm də bu sözü. Çünki bunu bilməsəniz heç nə dəyişmir. Heç nə dəyişmir əgər siz öz dəyərinizi bilməsəniz, öz gücünüzü bilməsəniz, özünüzə hörməti bərpa eləməsəniz, nələrə qadir olduğunuzu bilməsəniz, heç nə dəyişmir. Siz öz gücünüzü görəndə, öz müsbət tərəflərinizi görəndə, nəyə qadir olduğunuzu görəndə, fokusunuzu ancaq müsbətlərinizə fokuslayanda, nə istədiyinizə fokuslayanda, nə istəmədiyinizi, şikayətlərinizi, narazılıqlarınızı kənara qoyanda, başa düşəndə ki, orada heç nə yoxdur və sonra fokuslananda öz kişinizi yaxşı tanımağa, öz yoldaşınızı ki, onun marağı nəyədir, o nəyi bacarır, o nəyi bilir, onu nə həvəsləndirir, nə həvəsdən salır, onun arzu istəyi nədir uşaqlıqda ki, inanmır ona və ondan tələb eləmək, təzyiq eləmək, onu günahlandırmaq, onu əzmək yerinə mən onunla necə davranmalıyam ki, o qalxsın, hərəkətə keçsin və bizim ortaq hansı arzu istəyimiz olmalıdır ki, onu məqsəd kimi qoyub və biz əl-ələ onu reallaşdırmağa doğru addımlayaq. Ona görə siz öz üzərinizdə işləməlisiniz. Kişini rahat buraxın. Qadınların da problemləri nədir? Onlar öz üzərlərində işləmirlər. Yapışırlar kişidən. Sən tənbəlsən, sən pissən, sən mən xoşbəxtə dediyim kimi. Uşaq pozisiyasında, xidmətçi pozisiyasında ya da dostigator pozisiyasında. Üçündə də dəyərsiz, önəmsiz, özünə bir köpüklü hörmət eləməyən qadınlardır. Ancaq nələrsə eləyim ki, əldə eləyim. İstədiklərdə heç nə olmur. Sonra başlayırlar çöl dünyanı günahlandırmağa. Uşağım pisdir, qaynanam pisdir, müdürüm pisdir, işim pisdir, kişi pisdir, hamı pisdir, mən bir də mələyəm. Çünki mən həyatımı puç elədim bunların qabağında. Bu yanaşma həll yolu deyil əzizlərim mən. Həll yolu öz dəyərinizi biləndə hamını idarə eləməyə başlayırsınız, yaxşı mənada. Yaxşı mənada yönləndirirsiniz, gücləndirirsiniz. Sizin yanınızda insanlar güclü olurlar, cəsarətli olurlar, özgüvənli olurlar, məqsədli olurlar. Ona görə də xoşbəxt olurlar. Ona görə də bolluqda olurlar. Ona görə də sağlam olurlar və sizə təşəkkür edirlər ömürlərinin sonuna qədər. Öz dəyərinizi bilməlisiniz deyəndə nə məsələn? Kim olduğunuzu bilməlisiniz. Özünüzü tənqid eləməyi dayandırmalısınız. Mən yetərsizəm hissini dayandırmalısınız. Özünüzü başqaları ilə müqayisə eləməyi dayandırmalısınız. Kimlərisə özünüzdən yüksək salıb özünüzü kiçiltməyi dayandırmalısınız. Özünüzdə qüsur axtarmağı, insanlarla bağlı, cəmaatla bağlı hamı pisdir, hamı zərər verir, heç nə alınmır, onsuz da olmayacaq. Baxın, pulla bağlı 3 ən önəmli düşüncə dəyişməlidir. Əgər düşüncənizdə dünyada pul qıtlığı var düşünürsünüzsə ki, pul çatmayacaq, pul yoxdur düşünürsünüzsə, siz nə qədər də oturub manifest eləsəz, bu dəyişməyəcək. Düşüncə tərzinizdə kökündə dayanan 3 əsas inamı deyirəm ki, bu üçü dəyişməlidir. Hər kəsə yetəcək qədər bu dünyada çox pul var. Bunu yazın bir yerə. Və bunu davamlı olaraq gözünüzlə, hissinizlə axtarmağa başlayın. Özünüzə sübut edin bunu. Bu dünyada hər kəsə yetəcək qədər pul var. Ən pis vərdişlərdən biri nədir? Kimsə qabağa gedir, kiminsə pulu olur, başlayırlar, çıxırlar ki, yedilər, taladılar, hardandır buna bu pul? Kimin görəsən pulunu yiyib? Kimin nə bilim nəyinə göz tikib? Sanki kimsə varlanır, sanki başqasının pulunu yiyib varlanır. Belə bir düşüncə yoxdur da dünyada. Yəni biləs, bu bir nağıldır, bu bir xülyadır, bu bir uydurmadır. Çünki bu dünyada hər kəsə yetəcək qədər çox pul var. Hər kəsə yetəcək qədər. Əgər kimsə özünə layiq bilib o pulu qəbul eləmirsə, icazə vermirsə, bu o demək deyil ki, bu başqa kiminsə varlıdır, onun problemidir.
özünüzün beyninizə, düşüncənizə, bilmirəm, telefonunuza, güzgünüzə, hər yerə yazın. Bu dünyada hər kəsə yetəcək qədər pul var. Çünki siz düşünsəniz ki, pul azdı, mən qazandım, kimsə qaldı, ay məndə oldu, kimsə ac qaldı, ay məndə oldu, nə bilim, kimsə dala düşdü. Siz heç vaxt qabağa gedə bilməyəcəksiniz. Çünki ən böyük yalanlardan biri budur. Qıtlıq düşüncəsinin kökü budur. Bu düşüncəni dəyişirik. Bu dünyada hər kəsə yetəcək qədər çox pul var. İkinci, pulla mənəviyyatı birləşdirmək olmaz düşünürlər. Bir insan əgər mənəvidirsə, yaradanı ilə işləyirsə, lap namaz qılırsa, dindardırsa, anında düşünür, o kasıb olmalıdır, o varlı ola bilməz. Əgər bir insan mənəviyyatı güclüdürsə, o pula getməməlidir. Ya pul, ya mənəviyyat. Ən yalan, ən pulu, bolluğu bloklayan inanclardan biri budur. Həm mənəviyyat, həm pul ikisi eyni anda mümkündür. Yəni ikisi eyni anda olanda siz rahat olursunuz. Biri olub, o birisi olmayanda siz heç vaxt xoşbəxt ola bilməzsiniz. Heç vaxt. Oturun bütün günü Allah 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 deyin, amma orada ac qalsaz, siz xoşbəxt olmayacaqsınız. Ya da çox pulunuz olsun, sıfır mənəviyyatınız, sıfır insanlığınız, sıfır xoş niyyətiniz, başqalarına dəstək vermək, paylaşma hissiniz, dürüstlüyünüz, təmizliyiniz olmasa, siz yenə xoşbəxt olmayacaqsınız. Hər kəs hər şey mənə bu xoşbəxt eləmir insanı. Ona görə ikinci ən önəmli inanc. Həm pul, həm mənəviyyat ikisi bir yerdə olmalıdır. Bunlar bir-biri olmadan insan xoşbəxt olmur heç vaxt. Üçüncü isə pul qazanmaq üçün illər lazımdır. İnsanlar düşünür ki, mən uğurlu olma 10 il keçməlidir, 20 il keçməlidir. Ay mən nələr eləməliyəm. Bu da ən təhlükəli inanclardan biridir. Ki illər lazım deyil. İndi elə bir dövrdəyik ki, çox rahat, çox tez pul qazana bilərsiniz. Belə bir inancınız varsa, onu da üzərində işləyin. O haqda da düşünün. Mən indi 365 günə qoşuldum. Eyni zamanda ayın 7-sində olana qoşula bilərəm. Bəli, ayın 7-sində olana mütləq qoşulmazsınız. Orada individual, yəni necə işləyirik? Qrupdur və qrupda sizlə tək-tək işləyirik də orada. Yəni qrupdur, bir niyyət qoyuruq. Niyyətiniz pul, münasibətdir və orada sizin məsələnizlə bağlı qrup şəklində işləyirik sizinlə. Danışıram hər birinizlə. O kursa qoşulan, ayın 7-sinə qoşulan seansımıza hər birinizdən özüm şəxsən danışıram. Və bərabər şəkildə işləyirik. Mütləq 365-ə gələnlər mütləq ayın 7-si olan seansa qoşulun.